Ən böyük yalançılar siqaret çəkənlərdir. Niyə görə izah eləyin? Təbii ki, indi siqaret çəkənlər deyəcəklər ki, siqaret çəkməyin yalanla dəxli var, nə aidiyyəti var? Yox, dəxli var. Siqaret çəkmək psixoloji asılılıqdır. İnanmırsınız? Xəstəliklərin beynəlxalq təsnifatını açın, asılılıqlar arasında görəcəksiniz. Kim ki siqaret çəkməyə tərgizibdir, metodunu bilir. Kökündə duran birinci növbədə insanın həzz alma mexanizmidir. Uşaqlıqda ana yanında olanda, anasının südünü içəndə insan sakitləşir. Ona görə ki, başqa sakitləşmək vasitəsi yoxdur. Və yetkin insan da şuuraltı olaraq gərgin həyəcan hiss eləyəndə sanki mexaniki olaraq köhnə bir vərdişi yadına düşür, heç onun əlaqəli olduğunu düşünmür, əlaqəsini görmür. Amma bu vərdiş psixoloji vərdişdir. Ona mənəvi cəhətdən bir qədər sakitlik və həzz verir, huzur verir. İnsan qərar versə ki, bugündən sonra mən artıq siqaret çəkmək istəmirəm, heç kəs onu məcbur edə bilməz. Nə qədər üstünə getsəniz, o insan siqareti tərgizməyəcək. Amma özü qərar verəndən sonra bu qərarı artıq fəxrlə daşıyacaq və günləri saymayacaq. Hansı insanlar ki, deyirlər ki, siqaret çəkməsəm kökəlirəm, özümü pis edirəm, əsəbləşirəm, bunlar hamısı yalandır. Ona görə də bütün siqaret çəkənlər müxtəlif yalanlarla özünü bu vəziyyətdə saxlayırlar, amma kökündə olan bundan imtina etmək iradəsini istifadə etmirlər. Ona görə də bütün siqaret çəkənlər yalancıdırlar.